Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, İnnə ruhul qudus nəfəfə fi rəv'i. Həqiqətən deyir, Cebrail aleyhissalam mənim qəlbimə bir vəhiy verdi, xəbər verdi. İnnən nəfsə lən təmud həttə təstəkmilu rizqah. Bir həqiqətən, belə hər bir insan öz son ruzunu, son malını almayınca bu dünyadan getməyəcək. Yəni artıq nə qədər sən qazanmışsa Allah subhanət hala yazıb. Nə qədər qazanacaqsa son həyatınca yazıb. Sonra nə deyir Rasulullah s.ə.v? Fəəcmilu fit talab. Ona görə deyir, lakin bu pulu hansı ki sizə yazılıb, gözəl üslu, yəni halal yolunu tələb edir. Yəni sənə bundan sonra 100 min yazılıbsa, 100 min qazanacaqsan. Lakin haram yolunu qazanır, ya halal səndən asılıdır.